Məlahət adlı məxluq Milli Məclisdə deyir ki, Qarabağda yaşayan ermənilərə 55 yaşından təqaüd bunların hamısı erməni. Bəli, Məlahət İbrahim qızıdır. Məlahət Həsənova. İndi İbrahim qızı olub. Yəni bunlar bilirsiniz, mən sizə deyim də bu erməni müsəlman məsələsi, yəni erməni-türk məsələsi dostlar. Bugün yəni Azərbaycan nöqteyi nəzərdən deyirəm ki, sabah lazım gələcək. İlham Əliyev istəsən də, istəməsən də bilir, gözəl bilir. Yəni tapşırıq ona belə verilir. İnanın mənə. O erməni müsəlman məsələsində sülh, filan, zat, belə şeylər ağlınıza belə gətirməyin. Sadəcə olaraq tapşırıq verirlər, bir oyun oynayırlar. Güya ki bunlar yəni sülh istəyirlər, barışıq istəyirlər. Amma arxadan da o Alparus deyərək, mən Beyrəyi çağırmışam. Mən qarşıdan danışdırıram, bizə mütü olar, xoş olmaz. Mən danışdırıram, siz arxadan qılıçlarsınız. Həmən məsələdir. Yəni, bugün Qarabağda olan məsələlər, yəni bugün İlham Əliyevin Qarabağda özünü aparmağından da hiss olunur ki, bilinir ki, mən bunu daha əvvəlcədən demişəm. Hiss olunur ki, yəni bu Qarabağ məsələsi təhlükəli məsələdir. Və İlham Əliyev də hardasa onun məsuliyyətini dərk edərək, baxın, 5 ildə cəmi cümlətanı 7% Qarabağa qaçqın qaytarılıb, dostlar. Mən sizə bir dəfə hesaplamışdım, bu gedişlə 85 il lazım gələcək. 1 milyon qaçqını Azərbaycanda Dağlıq Qarabağa ümumiyyətlə qaytarmaq üçün belə çıxır ki, İlham Əliyevə 85 il lazımdır. Əgər biz 5 ildə 7%-dən hesablasaq. Yəni, məsələ budur. Yəni, biz bunu anlamalıyıq. Mən ona görə deyirəm ki, biz bu məsələni nə qədər tez həll edəsək, o qədər yaxşıdır. Ona görə ki, əgər nə qədər ki, İlham Əliyev hakimiyyətdədir, yəni bugün Azərbaycanda, inanın, heç kim sığortalanmayıb. Yəni, hamımızın həyatımız təhlükədədir. Hətta yaxşı yaşayan, bugün Azərbaycanda yağ barısında yaşayan adamların da həyatı təhlükədədir, inanın mənə.